Değerli şagirdlər, müqayisə ilə bağlı növbəti suala baxaq. Deməli, əvvəl aradakı fərqlər eyni olanda necə yazmalıydıq? O videonu paylaşmışdım. Uşaqlarımızdan biri də yazmışdı ki, bəs fərqli olsa necə olacaq? Aradakı fərqli olsa necə olacaq? Uşaqlar, belə bir qayda deyim sizə. A ilə B-ni gəl müqayisə edək. Yəni 14-də 9, 12-də 5. Belə bir qayda deyəcəm sizə. Bu ifadənin surətin bu ifadənin məxrəcinə vur. Deməli, neçə edir? 108. Hansı ifadənin surəti idi? Bura, yazdım bura. İndi ikinci halda bu ifadənin surətin bunun məxrəcinə vur. Bu neçə eləyir? Deməli, 70. Hansında surəti vururuq, sonra yazsan 70. Normalda 108 70-dən böyükdür və deməli odur ki, A artıq B-dən böyükdür. İndi gəl A ilə deməli, C-ni yoxlayaq. A ilə C-ni yoxlayıram. 14-də 9, 13-də 7. Yenə nə edirəm? 9-u 13-ə vururam. Bu bizdə eləyəcək deməli. 90, 27, 117. Hansı surət idi bu? Yazdım 117. 14-ü 7-yə vururam. Deməli, bu surəti bu məxrəcə vururam. Deməli, 70, 28. Bu da 98. Yenə A böyük oldu C-dən. Düzdürmü? İndi isə B ilə C-ni müqayisə edirik. Baxın. Yəni 12-də 5, 13-də 7. Bu ifadənin surətini bu məxrəcinə vururam. Eləyir deməli 15, 65. Burada da bu ifadənin surətini bu ifadənin məxrəcinə vururam. Bu da neçə eləyəcək? Deməli 10-dur, 70, 84. Aha, deməli C B-dən böyük oldu. O zaman yazmalıyıq. Ən böyük A-dır, sonra C-dir, ən kiçiyi də B-dir. Vəssalam.